Salam uşaqlar, bugün sizinlə 16.04.2023-cü ildə 9-cu sinif buraxılış imtahanlarına düşmüş sualların izahına baxacağıq. Birinci səhifə bu formada, ikinci səhifə bu formada, üçüncü səhifə də bu formadadır. Gəlin birinci sualdan başlayaq. Birinci sual, biri digərindən 2 dəfə böyük olan rombun, deməli diaqonalların biri digərindən 2 dəfə böyükdür. K, 2K. Sahəsi isə 100 olarsa deyir, tapın bizə böyük diaqonalı. Deməli S bərabərdir D1 D2 bölünsün 2 bərabərdir 100. 2K vurulsun K bölünsün 200. 2'lər gedir K kvadrat bərabərdir 100. O zaman K bərabərdir 10'a. Deməli bizim cavabımız 20 etmiş olacaq. Növbəti sualımız ikinci sual. Y bərabərdir Kx plus 3. M nöqtəsi 2, 9. Deyir ki, K'nı tapın. Bilirik ki, birinci verilən x, ikinci verilən isə y-dir. Qoyuram yerinə 9 bərabərdir 2K üstə 3. 2K bərabər 6, K bərabərdir 3. K'nı soruşurdu, tapdıq. Növbəti sual. Diametrə perpendikulyar olan vətər. Diametrə perpendikulyar olan vətər diametri 5,45'ə ayırır. Bilir ki, perpendikulyardırsa, qaydaya görə o vətər 2 bərabər hissəyə bölünür. Və qaydada bilirdik ki, bunun da buna hasili cavabımızı verir. A kvadrat bərabər 5 vurulsun 45, A kvadrat bərabər 225, A bərabərdir 15. Əgər bizə vətərin uzunluğunu soruşur, yəni K'nı soruşur, eləyəcək 30. Növbəti sualımız dördüncüdür. Deyək ki, bir ədədin 15%, yəni A vurulsun %15. Digər ədədin 45%-nə, B ədədinin %45'nə bərabərdir. İxtisarlarımı gedirəm. A bərabərdir 3B'yə. Yəni B'yə K desəm, A'mız olacaq 3K. Deyir cəmi 120'dir. Yəni 3K üstə gəlinsin. K bərabərdir 120. 4K bərabərdir 120. K bərabərdir neçə? 30. Deməli bir ədədimiz 30, digər ədədimiz isə 90'dır. Fərqlərinin modulunu tapın. Eləyəcək 60. Bitəcək, gedəcək. Növbəti sual. Əkob 54-96 bölünsün əbob 54-96. Bilir ki, əkoba əboba böləndə C eləyir. Gəlin onların ikisinə də bölünən ədədləri tapa-tapa gedək. 2, 27, 48, 3, 9, 16. İsyo. Başqa heç bir şey ortaq deyil. Deməli, ortaq olmayan nə qaldı? 9'dan 16. Yazıram. 9 vurulsun 16. 144. Sadə yolla da eləmək olar. Daha doğrusu biraz çətin yolla. 2 vurulsun, 3 vurulsun, 9 vur 16 eləyir bizim əkobumuz. 2 vurulsun, 3 də eləyir əbob. Yenə 9'dan 16, 144 qalır. Növbəti sual 6-cıdır. 10'un kvadratı çıxılsın 7'nin kvadratı bölünsün 17. Müxtəsər vurma düsturundan istifadə edirəm. 10 plus 7, 10 minus 7, 17. 17'lər gedir, qalır cavab 3. Növbəti sual. Sinifdə 18 oğlan, 7 qız var. Püşkatma nəticəsində birincinin oğlan, yəni 25 nəfərdən birinci oğlan çıxsın 18 vurulsun. İkincinin qız. Artıq 24 nəfərim qaldı. Qızım da 7 dənə idi. İş yox. 6'ya ixtisar gedirəm 3 dəfə, 6'ya ixtisar gedərəm 4 dəfə. Qədər 21, aşağıda da 100, sıfırdan %21. Növbəti sualımız. B'nin hansı qiymətində 2B üstə gəlinsin 12 ifadəsi 3B çıxılsın 15 ifadəsindən 2 dəfə çoxdur. Yəni bunu 2'yə vursam buna bərabər eləyəcək. 2B üstə 12 bərabərdir 6B çıxılsın 30. 4B bərabərdir 42. B bərabərdir. İnşallah düz yazıram. 10 tam 10'da 5. Belə. Növbəti sualımız deyir ki,
qəşəng, siz bəyənən bir dənə trapesiya verib bizə. Burada 8 verib, burada 32 verib. Bu bucağa bərabər verib. Mən də nə edirəm? Deyirəm ki, uyğun daxili çarpaz bucaq olduğuna görə bunlar bərabərdir. AB bura C yazsam, burada AB nə olar? C olar. Burada bir X yazıram, çünki bizdən orası soruşur. İndi nə edirəm? A-nın, B-nin, C-nin. A-nın qabağındakı tərəf 8, C-nin qabağındakı tərəf X. A-nın qabağındakı tərəf X, C-nin qabağındakı tərəf 32. Onda X kvadrat bərabər 8 vurulsun 32. X kvadrat bərabər 256. Onda X də bərabərdir 16. Bitdi, getdim. 10-cu sual. Düzbucaqlının diaqonalı 30 santimetrdir deyir. Uzunluğu 24 olarsa n-in tapın. Bilir ki, x kvadrat üstə gəlsin 24-ün kvadratı bərabərdir 30-un kvadratına. X kvadrat bərabərdir 30-un kvadratı çıx 24-ün kvadratı. Ya adi hesablayın, ya da müxtəsər vurma düsturu ilə hesablaya bilərsiniz. 454 vurulsun 6 kvadrat bərabər x kvadrat da bərabərdir 324. O da eləyir 18-in kvadratı. Şimdi, növbəti sualımız 11-cidir. Uyğun tərəflər perpendikulyar olan müxtəlif adlı bucaqlardan biri 94-dür. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri 94-dür. Yaxşı, o biri bucağı tapın. Müxtəlif dediyinə görə biri ütü olacaq, biri kör olacaq. Əgər eyni desəydi bir-birinə bərabər. Bunlar cəmi 180. Alfa üstə 94 bərabər 180. Alfa bərabərdir 86. Bitdi, getdi. Növbəti, düzbucaqlı üç bucağın iti bucaqlarından biri 40 dərəcədir. Digər bucağını tapın. Bilirik ki, biri 90 dərəcədir dəqiq, çünki düz bucaqlı deyil. Biri də 40 olduğuna görə digər də 90 üstə gəlsin. 40 üstə alfa bərabərdir 180. Alfa bərabərdir 50 dərəcə eləyəcək. Növbəti sualımız çoxluq sualıdır. Deyir n a çoxluğu bərabər 8-ə, n b çoxluğu bərabərdir 3-ə. Kəsişməsinin ən böyük və ən kiçik qiymətini tapın. Uşaqlar, ən kiçiyi odur ki, yəni heç bir ortaq qiymətim yoxdur. 8 dənə bunun öz payıdır, bunda 3 dənə öz payıdır. Amma ən çox neçə ola bilər? Məndə 3 dənə alma var, sizdə 8 dənə. Ortalığa qoyanda mən maksimum gətirib 3 dənə qoya biləcəm. Mənim özümə heç nə qalmayacaq. O da 3 dənəsini qoyanda 5 özünə. Bizə kəsişmələrin cəmini soruşur. 0 üstə gələnsin 3, elə 3-ün özü. Növbəti sual 14-cüdür. 3x üstə gələnsin 4y bərabərdir 8. 7x üstə gələnsin 6y bərabərdir 22. Nə edirəm? Buranı 6-ya, ya da ki buranı 3-ə. Buranı da 2-yə vururam. Olur nə? 9x üstə gələnsin 12y bərabərdir 24. 14x üstə gələnsin 12y bərabərdir 44. Tərəf-tərəfə çıxıram. Mənfi 5x çıxdım, heç nə qalmadı. Bunda çıxdım mənfi 20. X bərabərdir 4-ə. X 4-düsü aparıb qoyuram yerinə. 3 vurulsun 4 üstə gəlsin 4y bərabərdir 8. 4y bərabərdir mənfi 4, y bərabərdir mənfi 1. İşte, bizə deyir x plus y-i tap, 4 üstə gələnsin mənfi 1, eləyəcək 3. Növbəti sualımız, x kvadrat üstə gələnsin y minus 5-in kvadratı bərabərdir 144. Deyir, o y oxu ilə kəsişmə nöqtəsi. O y ilə kəsişirsə bir şey, deməli x-i 0-a bərabərdir, x 0. Yəni, birinci tərəf 0 olacaq, ikinci tərəfi axtarırıq biz. Yazıram. Y minus 5 bərabərdir. Bu 12-in kvadratdır, bir dəfə 12-yə. Bir dəfə də y minus 5 bərabər mənfi 12. Onda y bərabərdir 17, y bərabərdir mənfi 7. Bir dəfə mənfi 7 yazacağım, bir dəfə də 17 yazacağım. Şimdi, növbəti sual 16-cıdır. Ədədin 4də 1 hissəsi ilə hansı ədədin bilmirəm? 4də 1 hissəsi ilə həmin ədədin 9da 4 hissəsinin cəmi deyir, bərabərdir 25-ə.
i yazıram 9-a bunu, bunda 4-ə, 36, 9x üstə 16x bərabərdir 25-ə. 25x bərabər 25 vur 36. Deməli, x-imiz neçə imiş? 36 imiş. Deyir, həmin ədədin 4/1 hissəsini tap. Yazacaq 9. Bitdi. Növbəti sual. 2a üstə gəlinsin 16. A kvadrat çıxılsın 12a plus 32. Yuxarıdan ikisində də 2 var. Çıxardırıq mötərizə xaricində. Özü mənfi 2 çıxardıram. A minus 8. Aşağı da bilirsiniz ki 32 4 ilə 8-in vurulmuşdu. 12 də 4 ilə 8-in nə idi? Cəmidir. Onda yazaram A minus 8, A minus 4. İxtisarlarımı aparıram. Qalır mənfi 2 bölünsün A minus 4. Əgər belə formada verməsə, 2 bölünsün versə, onda bunu da çevirəm 4 minus A yaza bilərəm. Ya budur cavab, ya budur. Daha hansı variantda görsəz o. Növbəti sualımız 2x, 3, 5, 4 ədədi verilib. 9-a tam bölünür. 9-a bölünmənin qaydası 2 üstə x üstə 3 üstə gəlsin, 5 üstə gəlsin 4-ün 9-a bölünməsidir. O deyilir 14 plus x. 14 üstünə neçə gələndə 9-a tam bölünən ədəd eləyir. Təbii ki 18-ə tamamlamaq üçün 4-ə ehtiyacımız var. Deməli x-da neymiş? 4 imiş. Növbəti sual. Düzbucaqlı paralelipipedin tərəfləri 3-dür, 4-dür, 5-dir. Həcmini tapın. V bərabərdir ABC. 3 vur, 4 vur, 5. Yəni 60-70 olacaq. Növbəti sual 20-cidir. 6x minus 4 üstə gəlinsin. 2 vurulsun x plus 5, 18. Onda 6x minus 24 üstə gəlinsin. 2x plus 10 bərabər 18. 8x minus 14 bərabər 18. 8x bərabər 14-ün üstünə 18 gələndə 32. X da bərabərdir 4. Şimdi, növbəti sualımız 3a çıxılsın 2. 5a üstə 5 üstə gəlinsin. 2a çıxılsın 6a kvadrat çıxılsın 10. Nə edirik? Tək-tək vururuq. Olur nə? 15a üstə gəlmək. Baxın, buna baxıram. 6a kvadrat çıxılsın. Buna baxıram. 10 çıxılsın 4a. İ dalında köçürdürəm. Çıxılsın 6a-nın kvadratı üstə 10. Baxıram oxşarlara. 6a kvadrat, 6a kvadrat. Mənfi 10, müsbət 10. Deməli, bunlar gedir, bunlar da gedir. Bu da oxşardır A-ya görə. 15-dən 4-ü çıxanda eləyəcək 11A. 22-ci sual. 22-ci sualda belədir. Deməli, 2 tam 10-da 6 çıxılsın. 5 minus 2y kiçikdir 6. Yəni 2 10-da 6 çıxılsın 5. Üstə gəlmə 2y kiçikdir 6. 2y kiçikdir. 6-ın üstünə 5 gəldim 11 çıxılsın 2 10-da 6. Yəni 2y kiçikdir 8 tam 10-da 4-dən. Onda y də kiçikdir 4 tam 10-da 2-dən. Şimdi elə bizdən də bunu soruşurdu. Növbəti sual 23-cüdür. Çox həyatımızda gördüyümüz ən sadə suallardan. Biz bunları birləşdirə bilərik. 18 böl 2. 18-i 2-yə böləndə 9. O deyir neçə? 3. Növbəti sualımız 24-cüdür. 0,274. Yəni 1000-də 274 ədədini faizlə göstərin. Ədədi faizə çevirən zaman onu 100-ə vurmaq lazımdır. İstəsəz belə də çevirə bilərsiniz. 100 getdilər, qalır 2,74. Bitdi, bu qədər. Sağ olun, salamat qalın.